Alıcılıq qabiliyyəti ötən aylara nisbətən azalmalar var. Əvvəllər 5 kilo ət alırdıqsa, indi elə bir ki 1 kilo, 2 kilo ət alınır eləyir. Yem çətindir, ot çətindir, bahadır, hər bir şey bahadır, su maşını bahadır. Yeri gələndə diri də satırdıq, yeri gələndə kəsib də satırıq. İndi çətin, nəsə kəsə bilirik, nə sata bilirik. Bazarda iri buynuzlu heyvan ətinin 1 kiloqramının qiyməti 17-18, xırda buynuzlu heyvan ətinin 1 kiloqramının qiyməti 22-25 manat arasında dəyişir. Bizim ət istehlak vərdişlərimizdə daha çox dondurulmuş deyil, daha çox təzə kəsilmiş ət olduğuna görə qiymət artışı bazarlardan alınan ətlərdədir. Azərbaycan istehlakçısı istifadəsində, istehlakında ətin mənbəsini dondurulmuşa əgər diversifikasiya eləyə bilsə, istehlakına keçid edə bilsə, o zaman qiymətlər də təbii ki daha uyğun ola bilər və istehlak üçün daha çox çeşidləri olmuş ola bilər. Hazırda ölkəmizə ət idxalı da kifayət qədərdir. Azərbaycan əti əsasən Ukrayna, Rusiya, Belarus, Braziliya, Hindistan və Monqolistandan alır. 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 33 min ton ət idxal olunub. Bunun üçün 76 milyon dollar xərclənib. Yəni ətin orta idxal qiyməti 3 manat 90 qəpik olub. Bu isə məhsulun keyfiyyət və təhlükəsizliyi ilə bağlı suallar yaradır. Ötən illərdə olduğu kimi cari ildə də xarici ölkələrdən Azərbaycana gətirilən diri heyvanlar, həmçinin ət və ət məhsulları yüksək riskli məhsul qrupuna aid olduğu üçün ciddi şəkildə təhlükəsizlik və keyfiyyət tələbləri üzrə nəzarətdən keçirilir. Agentliyin regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür, laborator sınağa cəlb edilir. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə məhsulun dövrəyə buraxılmasına icazə verilir. İdxal olunan ətə tələbatın zaman-zaman artması yerli ətin qiymətinin də azalmasına səbəb ola bilər. Digər tərəfdən Azərbaycanda kənd təsərrüfatı sahəsində yeni subsidiyalar və güzəştlər qüvvəyə minib. İstehsal və emal üçün istifadə olunan texnika, avadanlıq və toxumlar idxal edilərkən gömrük rüsumu və əlavə dəyər vergisindən azaddır. Damazlıq heyvanlar üçün də subsidiya tətbiq olunur. Yəni araşdırmamız onu deməyə əsas verir ki, problem nə istehsalda, nə də idxaldadır. Görünür, ətin ucuzlaşması üçün təkcə təklif deyil, həm də satış mexanizmləri dəyişilməlidir. Elnarə Həsənova, Rasim Şərifov, Fəzal Kamalov, ASTV Xəbər.